Müasir dünyamızda güc dövlətlər arasında dərinləşən böhranlar, regional münaqişələr, hətta onların müharibələrlə müşahidə olunması, nəqliyyat dəhlizlərinin yenidən formalaşdırılması, demək dünyada baş verən texnoloji inqilablar, ekoloji problemlər və s. bütün bunlar hamısı beynəlxalq münasibətlər sistemində yeni reallıqlar formalaşdırır. Bu reallıqlar çərçivəsində dövlətlərin təhlükəsizliyi, onların iqtisadi maraqları regional platformalarda iştirakla daha düzgün formalaşa bilər və dövlətlərin hər birinin marağı da məsələ bunadır ki, regional platformalarda özlərinin təhlükəsizliyini və iqtisadi maraqlarını təmin etsinlər. Belə bir mürəkkəb tarixi dövrdə Türk dünyasının inteqrasiyası, Türk Dövlətlər Təşkilatının yüksəlişi zərurətdən formalaşan bir prosesdir və bu Avrasiya məkanında son dövrdə izlənən, diqqət çəkən ən mühüm geosiyasi proseslərdən biridir. Bu yeni reallıqlar fonunda Türk Dövlətləri Təşkilatı mühüm regional əməkdaşlıq platformalarından birinə çevrilir. Təşkilat daxilində əsas məqsəd ortaq dəyərləri qorumaqla yanaşı, iqtisadi əlaqələri genişləndirmək, nəqliyyat imkanlarını artırmaq və üzv ölkələrin qlobal proseslərdə mövqelərini gücləndirməkdir. Azərbaycan başda olmaqla Türkiyə və digər Türk Dövlətləri Təşkilatının Türk Dövlətləri inteqrasiyası istiqamətində siyasi iradə nümayiş etdirməsi hesab edirəm ki, bundan sonraki perspektivdə mühüm nailiyyətlərin əldə olunacağına işarədir. Eyni zamanda iqtisadi potensialın bundan sonraki əlaqələrin inkişafı baxımından mühüm rola malik olması hər kəsə bəllidir. Türk dövlətlərinin inkişafı ilə bağlı da iqtisadi potensial var və bu istiqamətdə hazırda addımlar atılır. Nəqliyyat bağlantılarının inkişafı əməkdaşlığın əsas istiqamətlərindən biridir. Qlobal ticarət marşrutlarının dəyişdiyi bir vaxtda Orta Dəhliz layihəsi Avropa ilə Asiya arasında alternativ əlaqə xətti kimi diqqət çəkir. Çin, Mərkəzi Asiya, Xəzər, Azərbaycan, Türkiyə, Avropa istiqamətini əhatə edən bu marşrut regional ölkələrin transit imkanlarını artırmaqla yanaşı, iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaradır. Dünyada demək logistik, nəqliyyat dəhlizlərinə yeni münasibətin formalaşmasıdır. Çünki dünyada gedən proseslər yeni nəqliyyat dəhlizlərinin açılmasını tələb edir. Türk Dövlətlər Birliyinin coğrafiyasına biz baxanda bu coğrafiya çox geniş bir ərazini əhatə edir və əsasən də Avropa-Asiya arasında nəqliyyat dəhlizləri üzərindədir. Azərbaycan bu prosesdə əsas bağlantı nöqtələrindən biri kimi çıxış edir. Ölkənin coğrafi mövqeyi, enerji infrastrukturu və nəqliyyat layihələri onu şərqlə qərb arasında mühüm tərəfdaşa çevirib. Azərbaycanın həyata keçirdiyi layihələr yalnız milli iqtisadi maraqlara deyil, həm də regional layihələrin genişləndirilməsinə xidmət edir. Bu istiqamətdə atdığı addım hesab edirəm ki, ciddi effekt verir və Türk Dövlətləri Təşkilatının İnkişafı eyni zamanda Türk dövlətlərinin inteqrasiyası istiqamətində Azərbaycanın rolu mühüm əhəmiyyətə malikdir. Bilirsiniz ki, dövlət başçısı bir sıra təşəbbüslərlə çıxış edir və bu təşəbbüslərin reallaşması istiqamətində Türk dövlətləri tərəfindən addımlar atılır. Azərbaycanda təşkil olunan tədbirlərdə verilən qərarlar sonraki perspektivə hesablanan önəmli fəaliyyət istiqamətlərindən biridir. Azərbaycanın özünün də son dövrlərdə apardığı xarici siyasət kursunun əsas prioritet istiqaməti Orta Dəhlizin inkişaf etdirilməsi, genişləndirilməsi və deməli Avropa-Asiya arasında enerji dəhlizinin gücləndirilməsindən ibarətdir. Təbii ki, burada təkcə Azərbaycanda istehsal olunan enerji yaxud məsələn tutaq ki, demək bu yüklərin buradan aparılması nəzərdə tutmur. Cənab Prezidentimiz dəfələrlə qeyd edib ki, Türk dünyası bizim ailəmizdir və bu bizim xarici siyasət kursunun prioritet istiqamətlərindən biridir. Məsələn, Qazaxıstan, Özbəkistan, Türkmənistan demək yeraltı sərvətlərə malik ölkələrdirlər. Onların iqtisadiyyatları günbəgün inkişaf edir. Onlarda demək dünyanın gələcəyini təmin edən kritik enerji ehtiyatları həddən artıq
çoxdur və həmin o demək ehtiyatların istehsalı və onun deməli Avropaya ötürülməsində bu dəhliz deməli mühüm rol oynaya bilər. Əməkdaşlıq yalnız enerji və nəqliyyatla məhdudlaşmır. Son illər türk dövlətləri arasında qarşılıqlı investisiyalar, birgə layihələr və rəqəmsal əlaqələrin inkişafı da ön plana çıxır. Türk dövlətləri təbii ki, bir platforma ətrafında ciddi səylər nümayiş elətdirir bu ölkələrin inkişafı ilə bağlı. Tək Azərbaycanla Özbəkistan birlikdə müəyyənləşdirdiyi investisiya fondu 500 milyon ABŞ dolları civarındadır və bu məbləğ təbii ki, həm Özbəkistanda, həm də Azərbaycanda ciddi investisiya layihələrinin həyata keçirilməsinə sərf olunur. Yəni, ayrı-ayrılıqda hər bir türk dövləti ilə də ayrılıqda investisiya fondları vardır və təbii ki, bu qarşılıqlı əlavə, qarşılıqlı əməkdaşlıq yalnız və yalnız platforma daxilində türk dövlətlərinin iqtisadiyyatının inkişafına, qarşılıqlı əməkdaşlığa, bugün Xəzər dənizinin altından fiberoptik kabellərin çəkilməsi prosesi gedir. Artıq Qazaxıstan və Özbəkistanla bu proses davam etdirilir. Həmin xəttin Aralıq dənizindən davam etdirilməsi ilə bağlı ciddi bir layihə var. Türk dünyasında əməkdaşlıq modelinin əsas nümunələrindən biri Azərbaycan-Türkiyə münasibətləridir. İki ölkə arasında strateji müttəfiqlik səviyyəsinə yüksələn əlaqələr digər türk dövlətləri ilə əməkdaşlıq üçün də nümunə hesab olunur. Şuşa müqaviləsini misal göstərə bilərik ki, orada hər tərəfli geniş əməkdaşlıq demək ki, müqaviləsi imzalanıb. Bu əlaqələr həm iqtisadi, həm siyasi, həm hərbi, həm enerji, həm müasir texnologiyaların inkişaf etdirilməsi. Yəni, bu türk dövlətlərin üçün bu bir örnəkdir. Azərbaycandan biz danışanda burada deməli o nəqliyyat dəhlizlərinin keçən hissəsi kimi Naxçıvanın rolundan da xüsusilə danışa bilərik. Və biz gözləyirik ki, demək Zəngəzur istiqamətində Zəngəzur dəhlizinin bu müasir adla desək Tramp demək layihəsinin reallaşması nəticəsində Naxçıvan Muxtar Respublikası türk dövlətləri arasında mühüm logistik mərkəzə çevrilmiş olacaq. Zəngəzur dəhlizi tam potensialına, son yekun həddinə çatdığı zaman yük ötürmə qabiliyyəti 15 milyon ton olaraq qiymətləndirilir. Bu çox ciddi rəqəmdir. Yəni, burada biz bir mənalı olaraq yaşadığımız ərazinin inkişafından danışmalıyıq. Verəcəyi üstünlüklər çox vacibdir. Həm infrastruktur layihələrinin gerçəkləşdirilməsi baxımından, xətt boyu keçəcək ərazilərin, kəndlərin, şəhərlərin inkişafı baxımından çox vacibdir. Bugün Türk Dövlətləri Təşkilatı sadəcə əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Təşkilatımızın beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq doğurur. Ortaq tarix və etnik köklərimiz, müştərək milli mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir. Türk Dövlətləri Təşkilatı hərbi blok olmasa da, amma ölkələrin hərbi sahədə əməkdaşlığı, birgə təlimlərin keçirilməsi də təhlükəsizlik, ordunun inkişafı və gələcəkdə yarana biləcək hər hansı münaqişədə kifayət qədər ciddi təcrübə hesab olunur. Yəni, bu platforma yalnız və yalnız türk dövlətlərinin həm iqtisadi inkişafına, həm sosial rifahın artırılmasına və eyni zamanda eyni kökdən, eyni soydan gələn dövlətlərin həm də mədəni bağlarının, əlaqələrinin qırılmadan davam etdirilməsinə çox mühüm töhfələr verir. Samik Nuriyev, Samir Mehdiyev, Elşən Məhrəmov, NTV Xəbər.